Salam, hər vaxtınız xeyir. Düz xətlər aid 25-ci məsələyə baxırıq. Şərtdə deyilir ki, üçbucağın üç tərəfinin tənliyi verilib, onun hündürlüklərinin tənliyini yazın. Üçbucağın təpə nöqtələrini A, B, C dedik. A-nın qarşısındakı tərəf L1, B-də L2, C-də isə L3. Tənlikləri burada yazmışıq. L1 düz xəttinin bucaq əmsalı K1 4/3, L2 düz xəttinin bucaq əmsalı K2 -12/5, L3 düz xəttinin bucaq əmsalı K3 -4/3 olacaq. Bu tənliklərdən tapsaq. A nöqtəsindən çəkilmiş hündürlüyə H1 deyək, B nöqtəsindən çəkilmiş hündürlüyə H2 deyək, Z nöqtəsindən çəkilmiş hündürlüyə H3 deyək. H1 düz xətti, H1 hündürlüyü L1 düz xəttinə perpendikulyardır. Perpendikulyar düz xətlərin bucaq əmsallarının hasili -1-ə bərabərdir. Əgər biz H1 düz xəttinin bucaq əmsalına K1 ştrix desək, K1 ştrix vurulsun K1, yəni 4/3 bərabərdir, -1 olar. Buradan K1 ştrix tapsaq, -3/4 taparıq. H2 düz xəttinin bucaq əmsalına K2 ştrix desək, K2 ştrix vurulsun K2, yəni -12/5 bərabərdir, -1 K2 ştrix bərabər olar 5/12-yə. H3 düz xəttinin bucaq əmsalına K3 ştrix desək, K3 ştrix vurulsun K3, yəni -4/3 bərabərdir, -1 K3 ştrix bərabər olar 3/4-ə. H1 düz xəttinin bucaq əmsalını tapdıq. Keçdiyi nöqtələrdən birini tapsaq, birini bilsək, H1 düz xəttinin tənliyi yaza bilərik. A nöqtəsini biz tapa bilərik. A nöqtəsi L2 düz xəttinin və L3 düz xəttinin kəsişmə nöqtəsidir. A nöqtəsi. Yəni L2 və L3 düz xəttlərinin tənliklərindən istifadə edərək A nöqtəsini tapmaq olar. A nöqtəsini tapıb H1 düz xəttinin bucaq əmsallı tənliyi yaza bilərik. Bucaq əmsalını da tapdıq. K1 ştrixi. A nöqtəsini tapaq. A nöqtəsi olacaq L2 və L3 düz xəttlərinin kəsişmə nöqtəsi. Gəlin bu tənlikləri yazaq. L2 düz xəttinin tənliyi 5 x üstəgəl 12 y üstəgəl 2 bərabərdir 0-a. L3 düz xəttinin tənliyi 3x plus 4y plus 390. 3x plus 4y plus 390 bərabərdir 0-a. İkinci tənliyi -3-ə vursaq, -3. Buradan x, y tapmalıyıq. X, y tapsaq, x və y A nöqtəsinin koordinatları olacaq. 5x üstəgəl 12 y üstəgəl 2 bərabərdir 0. -3-ə vursaq, -9 x çıx 12 y çıx 390-ı -3-ə vursaq 1170 bərabərdir 0. Tənlikləri tərəf-tərəfə toplasaq, -4x bərabərdir 1168x bərabər olacaq. 1168-i 4-ə bölək 292, -292. X oldu -292. -292-ni tənlikdə yerinə yazsaq, ixtiyarı birində y-i taparıq.
hesablamaq lazımdır bunu. $243 bölünsün 2. Koordinatı elədik 243 bölünsün 2. A nöqtəsinin apsisi -292-dir. -292. Koordinatı isə 243 bölünsün 2. Biz H1 düz xəttini tənliyin yaza bilərik. Çünki H1 düz xəttinin keçdiyi A nöqtəsi var. Bucaq əmsalını tapmışıq. Odur ki, H1 düz xəttinin bucaq əmsalı tənliyi yaza bilərik. Bucaq əmsalını da K1 iştirik dedik. -3/4-ə bərabərdir. Y çıxılsın. Y0 burada olacaq. 243 bölünsün 2 bərabərdir. K-nı tapdıq. -3/4. -3/4 vurulsun. X çıxılsın 292. -292 olacaq müsbət 292. Y bərabərdir. 3/4 x çıxılsın 292 vur 4 böl 3 üstəgəl 243 bölünsün 2. Y bərabərdir. 3/4 x çıxılsın 292-ni 4-ə vursaq 1168 eləyir. 1168 bölünsün 3 üstəgəl 243 bölünsün 2. Bunu hesablayaq. Y bərabər olacaq. -3/4 x -1607 bölünsün 6. Oldu H1 düz xəttinin bucaq əmsalı tənliyi. Bu şəkildə də saxlamaq olar. Hər tərəfini vuraq. 6-ya da vura bilərik, 3-ə də vura bilərik. 3-ə vursaq olacaq 3y. 3y bərabərdir. -4 x çıxılsın 1607 bölünsün 2. 4x çıxılsın 4x üstəgəl 3y üstəgəl 1607 bölünsün 2 bərabərdə 0. Bu da H1 düz xəttinin ümumi şəkli olacaq. Hər biri, bu tənliklərin hər biri H1 düz xəttinin tənliyidir. Eyni qaydada H2 və H3 düz xəttlərinin tənliyində yazmaq olar. H2-nin bucaq əmsalını tapmışıq. H3-ün də həmçinin bizə lazımdır B nöqtəsinin və C nöqtəsinin koordinatlarını tapıb düz xəttlərin bucaq əmsalı tənliyi yazaq. B və C nöqtələrinin koordinatlarını da B nöqtəsinin koordinatlarını L3 və L1 düz xəttlərinin kəsmə nöqtəsi kimi, C nöqtəsini isə L1 və L2 düz xəttlərinin kəsmə nöqtəsi kimi tapmalıyıq. Bu tənlikləri sistemə alıb X və Y-i tapmaq lazımdır. B və C nöqtələrinin koordinatlarını tapmaq üçün.